Salam, mənim adım Fərzin Əsgəri Arpatapədi. Mavad mühəndisliyində və bilimində doktoram. Bugün diffusiondan danışacağıq. Bu seri lekturları zəbt eləməyimin səbəbi budur ki, istəyirəm bu məfhumları özümün rahat olduğum dildə, türkü dilində mürür eləyəm. Çünki uşaqlıqdan belə öyrəşmişəm. Bunları türkücə mürür eləyəndən sonra umudum budur ki, İngilisi də daha yaxşı başa sala biləm. Bu iraə Julay 2025 üçündür. İraənin çərçivəsi belədir. Diffusion teorisi, John Crank, diffusion riyazisi, diffusion müadilələri, diffusion zəribi sabitgən həll metodları, dipsiz, yarı dipsiz media. Teori. John Crank, bu əkizdə gördüyünüz kişi, adı da bu cür yazılır ingiliscə, 1916-da doğuldu və 2006-da öldü. Brunel Üniversitəsində ustad idi. Britaniyada, Manchester hududunda. Lisansın, məsterin 1934-dən 1938-ə Manchester Üniversitəsində almışdı. Ustadları Lawrence Bragg, Douglas Hart idi. Lawrence Bragg'i məvad mühəndisliyi və bilimi oxuyanlar tanıyarlar. Diffraction'dan. Doktorasını Manchester Üniversitəsində 1953-də aldı və bir sürü kitab yazdı. Kitablarından biri, əksin burada gördüyünüz, diffusion riyazısıdır. Bu kitabın ikinci editi 1975-də çap oldu və bu çapı alan online hər kəsə açıqdır. Mən də bu kitabdan oxuyub diffusionu öyrənirəm. Diffusion müadilələri. Əvvəl görək diffusion nədir? Maddənin sistemdə bir yerdən ayrı bir yerə molekulların random hərəkəti ilə daşınmasına diffusion deyilər. Diffusion teorisi Fick tərəfindən 1855-də istinin maddədə hərəkətinə bənzədilib. Fourier'in 1822-də qurduğu istinin daşınması qanunlarını işlədib. Fərziyyə belədir. Bir medianın məqtəyinin vahid səthindən maddənin daşınma sürəti o maddənin qilzətinin dəyişimi ilə müstəqim rabitəsi var. Diffusion müadilələri. Bayaqki slaydda son dediyim məfhum buradakı formulda modellə olur. F flux axıntını göstərir. D diffusion zəribidir. C concentration, qilzətdir. X mövqeyiyyət ya da positiondir, müxtəssas səhifəsində. Gördüyünüz orada partial C over partial X, o kəsr kimi görsənən, əslində C-nin X-ə görə müştəqqidir. Ancaq C-nin fəqət X-dən
fəqət x-in tabeyi olmadığı üçün buradakı müştəq əlamətini ayrı cürə yazırıq. Məmuli halətdə dc bölü dx yazmalıyıq. Ancaq burada partial c bölü partial x yazırıq. F məqtəyin vahid səthindən daşınma sürətidir. C daşınan maddənin qilzətidir. X məqtə səthinə əmud ölçülmüş fəzai müxtəssatdır. D diffusion sabitidir. Modeldə gördüyünüz kimi bir mənfi əlaməti var. Mənfi əlaməti diffusionun cəhətinin qilzətin çoxalmasının cəhətinə tərsi olduğunu göstərmək üçündür. Aşağıdakı diaqramda iki mürəbbə görürsünüz. A, B, A, B şəklində göstərilib. A biraz daha qatı göydür. B biraz daha açıq göydür. Bu açıq və qəliz, bu açıq və qatı göy oradakı qilzəti göstərir. Yuxarıda yazıbdır ki, CA çoxdur CB-dən. CA nədir? A-dakı qilzət, CB B-dəki qilzət. Bir də X mehvəri var. X mehvəri də müxtəssatın cəhətini göstərir. İndi burada A-da qilzət çox olduğu üçün B-yə görə A-dan maddə B-yə sarı axacaq. Yəni X-in müsbət cəhətində axacaq. Və bilirik ki, bir sonraki diaqramda C-nin müştəqqi X-ə görə hər zaman mənfi olacaq. Çünki C çox olan yerdən az olan yerə sarı axır. Yəni maddə çox olan yerdən, qilzətin çox olduğu yerdən az olduğu yerə axır. Az olduğu yer X-in daha müsbət olduğu tərəfdədir. Onun üçündür ki, bu müştəq, C-nin müştəqqi X-ə görə mənfidir. Ancaq biz axıntını nə cürə nəzərdə alırıq? Çox olan yerdən az olan yerə sarı getdiyində onu biz təbii olaraq müsbət görürük və X-in cəhətində görürük. İndi formulda C-nin müştəqqi X-ə görə mənfi isə və biz istəyirik F müsbət olsun, onun üçündür ki, bir mənfi əlaməti oraya izafə eləmişik. Bu model diffusionun modelidir. İndi gələk diffusion zəribinin vahidini tapaq. Bayaqki formulu, modeli burada braketlər arasına qoymuşam. Braket nə üçündür? Onun vahidini göstərmək üçündür. Yəni F-in vahidi müsavidir, D-in vahidi müsavidir C-nin X-ə görə müştəqqinin vahidi. Bir misal halətində deyək ki, fərz eləyək, axıntını biz saniyədə qram ilə göstəririk. O zaman müsavi olar o, D-in vahidi ki, hələ bilmirik nə mənədir. Dönə qilzətin mövqeyiyyətə görə müştəqqi. Qilzəti nə ilə göstəririk? Bir çox yolu var. Yenə də deyək ki, qram bölə metr küb, mükəb, metr, mükəb metr. Bir cür deyək. Qram bölə mükəb metr.
Sonra kəsrin altında da metr yazırıq. Niyə? Çünki müştəqqi x-ə görə alırıq. İndi buradan 2 dənə qrami iki tərəfdə sadə eləsək, mükəb metr kəsrin üstündədir, təh metr kəsrin altındadır. Onları da sadə eləsək, bir dənə mürəbbə metr qalar kəsrin üstündə. O zaman nə olar? Təsavinin sol tərəfində fəqət 1 bölə saniyə qaldı. Təsavinin sağ tərəfində d-nin vahidi dönə mürəbbə metr qaldı. Buradan indi d-nin vahidini tapa bildik. D-nin vahidi nədir? Mürəbbə metr bölə saniyə. Diffusion müadilələri. Fərz eləyək ki, bu diaqramda gördüyümüz kimi bir mükəb var. Mükəbin A, B, C, D ilə göstərdiyimiz vəçini nəzərdə alsaq, CD-ni CD qisməti, CD arası 2 DZ nəzərdə alaq. AD arası 2 DY nəzərdə alaq. O biri vəçə gəlsək, A, D, D prime, A prime-ə gəlsək də, orada da A prime-ın arasını 2 DX nəzərdə alaq. İndi bütün bu mükəbində mərkəz nöqtəsini P nəzərdə alaq. Fərz eləyək ki, maddə A, B, C, D vəçidən girir və A prime, B prime, C prime, D prime vəçidən çıxır. Girən maddənin miqdarını nə cür ölçərik? Girən maddənin miqdarı o məsahəti, yəni A, B, C, D məsahətin zərb eləyəcəyik o axıntıya, o nöqtədəki olan axıntıya. P nöqtəsindəki olan axıntı Fx isə P nöqtəsinin x-indən 1 dx çıxsaq, yetişərik o vəçə, o zaman 1 dx çıxdığımız zaman və çıxdığımız o nöqtədə, yəni vəçidə axıntının müştəqqin x-ə görə alsaq, o da o nöqtəni göstərir. Aradakı fasilə o nöqtədə, o vəçidə olan axıntını göstərir. Yəni Fx əksik Fx minha Fx-in müştəqqi x-ə görə dx. Bir də onu zərbləyəcək. Nə ilə? 4 dənə dy dz ilə. O da nə mənədir? A, B, C, D-nin məsahətidir. İndi gələk bir də maddənin çıxdığı yerə. Maddənin çıxdığı yerdə nəyimiz vardı? Maddənin çıxdığı yerdə də P-dən üçün 1 dx qədər x-in cəhətində, müsbət cəhətində qabaqdadır. Ona görə orada axıntının müştəqqi zamana görə dönə dx qədər çoxdur px-dən. Onun üçündür ki, orada yazırıq nə mənə? Fx artı Fx-in müştəqqi x-ə görə dönə dx.
Bir də bütün məsahəti hesablamaq üçün, bütün məsahəti zərb eləmək üçün də 4D y dz-ə zərb eləyirik. Yaxud. İndi maddənin içinə ya da bir cür deyək, mükəbbin içinə girən maddəni bilirik, mükəbbidən çıxan maddəni də bilirik. O zaman net o mükəbbin içində toplanan maddəni indi ola bilər, azala da bilər, çoxala da bilər. Hesablaya bilərik. Onu nə cür hesablarıq? İki tərəfdə olanları bir-birindən çıxacağıq. Yəni girən miqdardan çıxan miqdarı çıxacaq. Yuxarıda görürsünüz. Net x müsavidir -8 dy dz f-in müştəqi x-ə görə dx. Bu x cəhətində net maddə miqdarının dəyişimidir. Bu mükəbbin içində. Eyni şəkildə o biri vəzlərdən də, yəni fəqət x cəhətində yox, y cəhətində, z cəhətində də bir axıntı varsa maddədə, onları da bənzər şəkildə göstərə bilərik. Net y müsavidir -8 dx dz f-in müştəqi y-a görə dy. Net z müsavidir -8 dx dy f-in müştəqi z-ə görə dz. İndi bunların hamısını toplasaq nə olar? Yaxşı, durun hələ. Hamısını o cür toplamayacaq. Aşağıda indi deyəcəyəm ki, necə toplayırıq. Bu modeldə olan fərqli cəhətlərdən hesabladıq netləri və cəmlədik. Bir də bunu nəzərdə alaq ki, bunun kulliyyətin, mükəbbin kulliyyətin düşünsək, mükəbbin kulliyyətində nə ittifaq düşür? Mükəbbin həcmi, yəni 8 dənə dx, dy, dz, bunun içində maddənin qilzəti artır zamanının. Onu da burada totalla göstəririk. 8 dənə dx, dy, dz dönə qilzətin müştəqqi zamanının. Yaxud. İndi biz iki cəhətdən bir fərqli cəhətlərdən gələn maddənin net mükəbbdə dəyişimini hesabladıq. Bir də həcmi cəhətdən onun zamanla dəyişimini hesabladıq. Bunların hamısının cəmi gərək 0 ola. Ayrı yerdən maddə girmədiyi üçün, bütün maddəni hesaba qatdığımız üçün bunların hamısının cəmi gərək 0 ola. O da bizi gətirər aşağıdakı müadiləyə. Qilzətin müştəqqi zamana görə artı axıntının x cəhətində axıntının müştəqqi x-ə görə, y cəhətində axıntının müştəqqi y-a görə, z cəhətində axıntının müştəqqi z-ə görə. Bunları cəmlədiyimiz zaman olacaq 0. Yaxud. İndi bunları cəmlədik. Burada da görürük yuxarıda. Yadımıza salaq ki, nə mənə idi bizim axıntımızın müadiləsi? Bir diffusivity zəribi idi. Qilzətin müştəqqinə zamana görə zərb olurdu. Bir də mənfi əlaməti var idi. Y cəhətində də eynidir, Z cəhətində də eynidir. İndi biz bu fx-ləri yuxarıdakı rabitəyə qoysaq, yəni bir dəfə də bundan müştəq qalsaq, x-ə görə, y-a görə, z-ə görə, o zaman biz belə bir müadilə ilə üzbəüzük.
Şərt nə mənadır? Diffusivity gərək bərabər ola ki, eləyə bilə. Sabit ola ki, x-ə, y-ə və z-ə görə sabit ola ki, müştəqqidən çıxa bilə. O zaman qilzətin müştəqqi zamana görə müsavidir. Diffusion zəribi dönə qilzətin ikinci müştəqqi zamana görə artı qilzətin ikinci müştəqqi y-a görə artı qilzətin ikinci müştəqqi z-ə görə. Bunu fərz eləsək ki, tək cəhətdədir, o zaman bu müadilənin qilzətin ikinci müştəqqi y-a görə, qilzətin ikinci müştəqqi z-ə görə 0 ilə müsavi olar və bizə qalar bu qutunun içindəki müadilə. Yəni, qilzətin müştəqqi zamana görə müsavidir. Diffusion sabiti zəribi dönə qilzətin müştəqqi, ikinci müştəqqi məkana görə, x-ə görə yəni. Yoxdur. Bayaqdan indiyə 2 dənə müadilədən danışdıq. Diffusionun əsas müadilələri. Bunlara Fickin birinci diffusion qanunu və Fickin ikinci diffusion qanunu deyilər. Fickin birinci diffusion qanunu nədir? X-in cəhətindəki axıntı müsavidir. Mənfi diffusion zəribi qilzətin müştəqqi x-ə görə. Fickin ikinci qanunu nə deyir? Qilzətin müştəqqi zamana görə müsavidir. Diffusion zəribi dönə qilzətin ikinci müştəqqi x-ə görə. Diffusion zəribi sabitkən bu differensial müadilələrin bəlli həllələri var. Həll eləmək olur yəni. Bu həllələrin cavabları aşağıdakı 3 şəkildə ortaya çıxır. Birincisi, bir xəta tabeyi. Xəta tabeyindən vücuda gələn serilər kimi görürük. Bağlantılı inteqrallar kimi görə bilərik. Bu, kiçik zamanlarda ədədi həllərə imkan açır. Üçüncüsü də müsəlləsatı tabelerin serisi kimi görə bilirik. Bu da böyük zamanlarda bəlli rəqəmlərə meyləmlidir. Bir mövridimiz yenə də diffusion zəribinin sabitkən həll metodlarından birincisinə baxaq. Bu metoda refleksiyon, superpozisyon metodları deyilir. Burada çox nədən refleksiyon, nədən superpozisyon deyilir, ona girməyəcək. Fəqət misala baxacaq. Bayaqki Fickin ikinci diffusion müadiləsini nəzərdə alsaq, burada gördüyümüz bu tabe, yəni C tabeyi x ilə t parametrləri ilə müsavidir. A bir zəribdir. Bölə t-nin məczuru dönə eksponensial hansı arqümanla? Mənfi x2 x-in mürəbbəyi yəni bölə 4 dt. Buradakılar nə mənadır? T zamanı göstərir, x məkanı göstərir, d də diffusion zəribini göstərir. Biz indi bunları əyrilərini çəksək burada belə görürük. Solda qilzəti o pozisiyona görə, məkana görə görürük. Fərqli zamanlarda. Birincisində zamanı lap kiçik olanı nəzərdə alaq. O
navy göy rəngində olanı. Gördüyümüz kimi ortada çox yuxarıda olan bir gilzət var və yanlara getdikcə sürətlə düşür. Elə ki, zaman biraz qabağa gedir, o yaşıl əyrini görürük. Nə ittifaq düşübdür? X-in məbdəyində gilzət ənib aşağı, amma yanlara sarı biraz çox maddə görünür. Gilzət çoxdur, çoxalır. Çünki maddə hərəkət eləyir mediumun içində. Sonra sarı əyriyə gələr. Sarı əyri də biraz ondan aşağıdadır. Sonra qırmızı, sonra da siyan, turkuaz olana baxaq. Gördüyümüz kimi bu moriddə 5 saniyədən sonra təqribən hər yerdə də gilzət bərabər olur. Bütün X boyunca gilzət bərabər olur. İndi sağdakı qrafa baxaq. Sağdakı qrafda konsentrasyonunu, yəni gilzəti zamana görə göstərir. Fərqli X pozisyonlarında. Birincisində, məsələn, X-i mənfi 0.05 almışıq. Soldakı qrafdan təqribən hədс vura bilərsiniz ki, haradır. Orada o göy xəttidir. Yəni zaman içində sifridən, zamanın sifr olduğu zamanda sifridir gilzət. Sonra zaman çoxaldıqca biraz çoxalır və sabitləşir. Sonra azalır. Əsas nəyə baxaq? X-in sifr olduğu yerə baxaq. Yəni o narıncı olan əyri. Narıncıda gördüyümüz kimi zamanın sifr olduğunda gilzət təqribən sonsuza gedir. Təqribən yox elə gilzət sonsuza gedir. Çünki yuxarıdakı tabəyə baxsaq, zaman, yəni t kəsrlərin məxrəcindədir. Onun üçün də sifrə sarı meyl eləsə, o zaman tabe, yəni c tabeyi sonsuza gedər. Ancaq zaman qabağa getdikcə bu miqdar gilzət ənir aşağı. Niyə ki, yanlara sarı hərəkət eləyir maddə. Sonra da X-in 0.1 olduğuna baxaq, yaşıl əyriyə. Orada da gördüyümüz kimi t-nin 0 olduğu zamanda 0 idi. Sonra yuxarı gəlir, çoxalır gilzət, ondan sonra da sabit olur. İndi bu 3 dənə dəyişəni, yəni tabeyi, t, x-i bir nəqşənin içinə qoysaq, burada gördüyümüz kimi bir nəqşə olar. Aşağıda görürsünüz, position x, o mövqeyyəti göstərir. Time zamanı göstərir. Əmudi məhvərdə gilzəti göstərir. Gilzətin çox ya da az olmasın, bir də rənginə göstəririk burada. Yəni sarılaşdıqca gilzət çoxdur, göyə sarı getdikcə gilzət azalır. Gördüyümüz kimi o bayaqki iki qrafı burada ikisini bir yerdə görə bilərik. Zamanın sifr olduğunda, məkanın sifr olduğunda sonsuzdadır. Sonra birdən-birə ənir aşağıya. Zamanda da qabağa getdiyimizdə ənir aşağıya, məkanda da hərəkət elədiyimizdə ənir aşağıya. Nəticə. Diffusion prosesi maddənin bir mediada daşınmasıdır. Gilzətin dəyişmə sürəti bir diferansiyel müadilə ilə diffusionu modellər. Diffusion zəribinin sabit olduğu hallarda
maddənin gilzətini muqeyyət, zaman tabeyi halında tapa bilərik. Braincan qalsın. Əvvəl qismətinə baxdıq diffusionun. Sonraki zamanlarda diffusion məbhəsinin qalanına yenə də diqqət elərik. Vaxtınız üçün çox sağ olun. Hələlik.